Bəzi qızlar İraq yaxşılarına, varlı, milyardlar insanla ailə həyatı qurmaq istəyir. Mən başa düşə bilməm, sizin atavızın vaxtında, anavızın vaxtında atavız anavıza bahalı telefonu hədiyyə eləyib, yoxsa bahalı maşın hədiyyə eləyib, yoxsa lüks həyat yaşadıb, yoxsa nə bilim prinsipial həyat yaşadıb ki, siz ondan cavan oğlanlar istəyirsiniz. Görürsən ki, 350 manat, 450 manat qazanan oğlanlardan nə bilim iPhone 17 Pro Max, nə bilim bahalı həyat, lüks həyat istəyirsiniz. Niyə? Bəs bunun qarşılığında siz ona nə verəcəksiniz? Nə verəcəksiniz həmin insanlar? Heç nə verməyəcəksiniz. Siz gedirsiniz, varlı, zəngin insan axtarırsınız və onlar da sizi yarı yolda qoyur, sizi pis vəziyyətə qoyur, nə bilim, sizə istifadə eləyir. Siz kimə lazımsınız? Özünüz düşünün ki, zəngin, varlı bir insan, dünyada gözəl qadınlar olarlar, gözəl qızlar olarlar, sizi mi seçəcək? Bu düşüncə təfəkkür yanlışdır. Çıxın artıq bu uşaq düşüncəsini. Allah belə qızları islah eləsin.